Herkese salam. Nasılsınız? İyi misiniz arkadaşlar? Ben yaşam. Ve bu da gel bizim anılarımızı ona yerdəyəm. Anılarımız deyəndə onlar... Oy! Çirçirim düşdü. Çiçləndim. Çocuğum. Hər neysə, indi sizə nə göstərim? Mənim adım Aylin Məmmədovadır. YouTube kanalındakı ad başqasına da ola bilər. Çünki onu mən dəyişdirə bilmədim maalesef. Onun üçün də çox vecinə. Ancaq yəni bunu izləyirsinizsə, mənim adım Aylin Məmmədovadır. Sizlərlə birlikdə nə edəcəyik bu YouTube kanalında? Hamımız birlikdə saç modelləri yeni. Baxın bu saçımı Koreyadan etmişəm. Çok güzel saç modellerini öğrendim sizlere. Sizlere əyləncə çizdirəcəm. Temudan aldıklarım bütün sifarişləri göstereceğim. Ve stitch. Bir stitch alacağım. Size birlikte paylaşacağım. Bu arada yorumlara kalp atanlara, yani like atanlara, bir de abone olanlara hamıya lavabo alıp lavabo göndereyim. İsteyen olsa stitch'də alıp stitch'də göndərə bilərəm. Yanında əlavə hədiyyələr də atıb göndərə bilərəm. Desəz ki, siz harada yaşayırsınız? Eta. Biz bu evdə yaşayırsınız. Çünki çölü dağılış göstərə bilər. Çünki biz o çölü xatirə olaraq saxlamışıq. İçərisi çox gözəl. Bəlkə bütün ev vlogda gələ bilər. Əslində mənim otağımın vlogu. Çünki mən öz otağımı çox sevirəm. Ancaq yəni indi sizlə birlikdə anılarım, bizim küçədə uşaq qulağımızdan bəri, mən düz 4 yaşımdan bəri gəlmişim küçəyə. Dostum bəyəkçisi heç onda başqa sarım idi. Amma nəysə ayaq dostumdan da bir üçün video çəkərəm. İndi isə 4 yaşımızdan bəri qoyduğumuz stikerlər. Mən nə qaydım indi? Səviyyəsizin bir ildə danışdım. Onu çəkmeyin. Sonra özünün anası falan görər ya da özü görər. Özü də biraz böyük deyil də. İstəyirsən. Nəsə yəni oğlu elədi məndən cici. Hər neysə və bizə anılarımız hamısını indi göstərəcəm bir videoda. İndi göstərməyəcəm. Çünki indi sizinlə tanışma videomdur bu. Belə qoyum. İndi sizinlə tanışma videomdur bu. Videoda tanışmaq sizlərlə birlikdə. Biz çözünə verəm amma olsun. Sizlərlə bir göstərəm. Evet. Artık yaşım gəlib, o bir-birini mağlup ediblərdi, bir-birini qız ediblərdi. Elə deyiklərin içində də onlar var. Hər neysə, biz bu küçədə mənim uşaqlığım keçdi 4 yaşımdan bəri. Mən 5 klasda yaşayıram.